Bu videoda hamiləliyin 21-ci həftəsi haqqında danışacağım və videonun sonunda hamiləlikdə hansı bitki çayları faydalıdır, hansılarından isə biz uzaq durmalıyıq mövzusuna toxunacağım. 21-ci həftədə dölümüz 360-400 qram çəkisi var və 26-27 santim uzunluğu var. Döl aktiv hərəkət edir, tərpənişini hiss edirik, hıçqırığını hiss edirik ritmik toxunuş şəklində və yağ toxuması toplanmağa başlayır. Bu həftədən sonra çəkisini daha tez artıracaq və biz onu hər ultrasəs müayinəsində fərq edəcəyik. Barmaqlarında barmaq izləri əmələ gəlir. Bu artıq böyük insanın barmaq izinə yaxın bir barmaq izləridir. Eyni zamanda səsləri seçməyə başlayır. Anasının səsini tanıyır və əgər bu həftələrdə siz ilərdə uşağınıza sevdirmək istədiyiniz bir musiqi varsa, bu həftələrdən buna başlaya bilərsiniz, ən uyğun həftələrdir. Uşaqlıq artıq göbək səviyyəsindədir. Anada qəbizlik, mədə yanması və bel ağrıları başlaya bilər bu həftələrdə. Tövsiyələrimiz lifli qidalar, bol maye və yüngül fiziki aktivlik. Eyni zamanda da kalsi və maqnidən zəngin qidalardan bol istifadə etmək. Bitki çaylarına gəldiyimizdə bilməliyik ki, bitkisel və belə deyək, təbii əlavələr hər zaman hamiləlikdə faydalı deyil, hətta zərərli ola bilər. İlk olaraq istifadəsi zərərli olmayan çaylardan başlayaq. Bu zəncəfil çayıdır. Birinci trimestrdə də dediyimiz kimi zəncəfil çayı bulantını azaldır və həzmi asanlaşdırır. Təbii ki, biraz acı bir bitki olduğuna görə yanına limon və yaxud da yarım çay qaşığı bal, əgər şəkəriniz yoxdursa əlavə edə bilirsiniz. Limon otu çayı, yəni melisa çayı. Melisa çayı sakinləşdiricidir və gecə yatmadan əvvəl bir fincan melisa çayı içə bilərsiniz. Çoban yastığı çayı. Çoban yastığı da amma çox olmadan, yəni bir çay bardağından fazla olmadan bir sakinləşdirici kimi və həzmi asanlaşdıran bir çay kimi istifadə oluna bilər. Bir də nanə çayı. Nanə çayını çoxumuz sevirik. Həzmi asanlaşdırır, qazı, köpü azaldır. Amma ona da istifadədə diqqətli olmaq lazımdır. Çünki necə ki, mədə-bağırsaq spazmını götürür, eyni şəkildə də uşaqlığın əzələsinin gücünü azaldır və boşaldır. Beləliklə qanamaya səbəb ola bilər, əgər həddindən artıq çox istifadə olunarsa. Amma gündə bir dəfə bir fincan istifadə oluna bilər. Ümumiyyətcə bunları siz sıraya qoysaz daha yaxşı olar. Yəni deyək ki, bir axşam melisa çayı, bir axşam çoban yastığı, bir axşam nanə çayı. Çünki çox fazla və düzənli istifadə etdiyimizdə onların effekti bədənimizdə potensializə olur və artır get-gedə. Bəs hansı çayları heç istifadə etməməliyik? Bizim sıx istifadə etdiyimiz kəklik otulu çay və çox sevdiyimiz hamiləlikdə qətiyyən qadağandır. Çünki erkən doğuşu başlada bilər və yaxud da hətta həftəniz böyükdürsə, qeyri-müntəzəm uşaqlığın yığılması, vaxtından tez suyun gəlməsi qanamaya səbəb ola bilər. Təxmini eyni etkiyə darçın da, eyni etkini darçın, aloe vera yaradır. Digər otlardan sıx istifadə etdiyimiz ada çayı və cəfəri çayı. Yəni bunlardan da biz hamiləlikdə istifadə etməməliyik.